Salam, bugün biz avtomat korobkanı xırdalayırıq. Avtomat dediyimiz dədə-baba avtomat, yəni digər avtomat korobkaların bura aidiyyatı yoxdur. Sonda təəccüblənəcəksiniz ki, necə də sadə iş prinsipi var. Amma bu danışıq zamanı mən nəzərə alacağım ki, siz gidrotransformatorun necə işlədiyini bilirsiniz. Əgər bilmirsinizsə, onun üçün əlavə video hazırlayarıq. Avtomat sürət qutusu 5 müstəqil hissədən ibarətdir. 1. Planetar ötürücü, 2. Keçirici mexanizm, 3. Gidroblok, 4. İdarəetmə bloku, 5. Yağ nasosu. Bunlardan hamısını ayrı-ayrılıqda incələyirik, amma başlayırıq ən əsas və ən qəliz olan planetar mexanizmdən. Planetar ötürücü avtomat korobkanın ən vacib hissələrindən biridir və 4 hissəyə bölünür. Adları yadınızda qalmasa da narahat olmayın, üzərində yazacağım. Birinci, mərkəzdə gördüyünüz günəş dişli çarxıdır. Onun ətrafında olanlar satelitlər adlanır, hansı ki peykə bənzəyir və bütün bu konstruksiyanın üzərinə də yuxarıdan keçən ən sonuncu dişli çarx tac adlanır. Bu sxemdən görünür ki, bütün bu hissələr biri digərinin ətrafında fırlana bilər. Amma niyə, nə cür? Bunu indi izah edəcəyik və fırlanan vaxtı nə baş verəcək? Məsələn, təsəvvür edin ki, günəş dişli çarxını mühərriklə birləşdiririk və hərəkətə gətiririk. Bu halda tacı sabit saxlasaq, günəş dişli çarxı ətrafında olan satelitləri fırladacaq. Buna görə də əslində bu sxem planetar adlanır, yəni planetlərə bənzəyir. Bundan fayda əldə etmək üçün hər 3 sateliti bir-birinə birləşdirən sürücü mexanizmdən istifadə edirik. Buna rus dilində vadila deyirlər, ona görə hərfi tərcümə eləmişəm. Bu halda giriş valı günəş dişli çarxına, çıxış valı isə sürücüyə birləşdirilərsə, videoda göründüyü kimi biz aşağı sürət pilləsi əldə edirik. Yəni vadila mühərriyin sürətindən daha aşağı sürətlə hərəkət edir. Yəni birinci sürət pilləsi. Dişli çarxların ölçüsündən asılı olaraq burada istənilən ötürmə nisbəti əldə etmək olar. Əgər valların yerini dəyişsək, giriş valı vadila ilə birləşsə, çıxış valı isə günəş dişli çarxı ilə birləşsə, onda biz yuxarı sürət pilləsi əldə edirik. Yəni bizim halımızda 3-cü sürət pilləsi. Və yaxud hər iki valı günəşlə birləşdirsək, burada düzünə pillə əldə edəcəyik, yəni ikinci sürət. Nəticədə biz 3 pilləli sürət qutusu əldə etmiş oluruq. Deməli, əgər lazımi vaxtlarda lazımi elementləri birləşdirib aça bilsək, biz 3 pilləli avtomat sürət qutusu əldə edirik. İndi buradan sual çıxır, biz geriyə necə hərəkət edək? Baxın, biz sürücünü sabit saxlasaq, günəş dişli çarxı hərəkətə gətirsək, görəcəksiniz ki, tac geriyə doğru hərəkət edir. Bu da bizim geriyə hərəkətimiz, yəni zadni. Əgər günəşi sabit saxlasaq, sürücüyə giriş valını, taca çıxış valını birləşdirsək, irəli 2 sürət pilləsi əldə edirik. Və nəticədə 5 pillə irəli, 1 pillə geri olan avtomat sürət qutusu əldə edirik. Qutunun tam olması üçün bizə neytral lazımdır. Bu da çox sadə məsələdir. Heç bir elementi fiksasiya etmirik və neytral pozisiyasını əldə edirik. Lakin bu da son deyil. Heç kim bizə qadağa etmir ki, 2 və daha çox planetar mexanizmi bir-birinə birləşdirək. Birinin giriş valı, digərinin çıxış olmaqla istənilən sayda sürət pilləsi əldə etmək olar. İkinci, keçirici mexanizm. Deməli, biz öyrəndik ki, istənilən sürət pilləsi üçün giriş və çıxış vallarını planetar mexanizmin ən azı 2 elementi ilə birləşdirmək lazımdır. Bunun üçün də bizim köməyimizə friksiyonlar gəlir. Friksiyon paketi 2 növ halqadan ibarətdir. Metal halqa və üzərində friksiyon olan digər halqa. Bunların biri planetar mexanizmin bir hissəsi ilə, digəri isə digər hissəsi ilə sərt şəkildə birləşir. Yəni burada sıxılma baş verərsə, yəni hidravlik güclə sıxılma baş verərsə, planetar mexanizmin 2 elementi bir-birinə birləşir. Yəni sürət pilləsi əldə etmiş oluruq. Burada bir vacib nüans var dostlar. Bu friksiyonlar ya açıq olur, ya bağlı olur. Yəni bunların arada heç bir vəziyyəti yoxdur. Bu çox vacib məqamdır. Çünki friksiyonlar əgər bir-birinə birləşmirlərsə, yəni ayrı vəziyyətdədirlərsə, onların arasında yağ var və heç bir halda aşınma olmur. Birləşirlərsə də yenə bir-birinə sərt şəkildə birləşir və hər bir halda yenə aşınma olmur. Yəni aşınma yalnız bunların birləşmə və ayrılma halında olur. O da çox az bir müddət ola bilər. Buradan belə nəticəyə gəlirik ki, həmin bu friksiyonlar həmçinin də bizdə sinxronizator rolunu oynayır, hansı ki mexanika sürət qutusunda var. 2 dənə valın sürətini stabilləşdirir, bir-birinə uyğunlaşdırır və daha sonra birləşdirir. Bunun üçün də
avtomat sürət qutusunu svetoforda yaxud hər hansısa bir yerdə saxlayarkən, əgər biz tormozda saxlamışıqsa, sürət qutusunun içində heç bir halda aşınma baş vermir. Bunun üçün bir çox miflər var, amma mexanizm onu deyir ki, əgər avtomat sürət qutusunun bir valı hərəkətsiz dayanıbsa, ümumiyyətlə sürət qutusu hərəkətsizdir. Çünki digər valda həmən vala sərt şəkildə birləşmiş şəkildə qalır. Bu o deməkdir ki, burada heç bir aşınma baş vermir. Bundan başqa biz eyni vaxtda bir neçə friksiyon paketi açıb bağlaya bilirik. Bu da bizə imkan verir ki, çox qısa zaman müddəti ərzində sürət keçməsi mümkün olsun. Yəni bir sürət dayanır, digəri isə aktivləşir. Yəni bir friksiyon paketi açılır, digər friksiyon paketi isə bağlanır. Bunlar eyni anda baş verdiyi üçün mühərrikdən gələn fırlanma anı itmir. Ona görə də buna qırılmayan güc axını deyirlər. Hətta sürət keçirmə halı baş verən zaman belə avtomobil irəliləyir. Yəni mexanikadan fərqli olaraq sürətdən sürətə keçirilərkən arada neytral yoxdur. Hətta ən yaxşı sürücü belə desə ki, mən mexanikanı avtomat sürət qutusundan daha tez keçirdirəm. Sadəcə bir video hazırlasın və həmən müddəti sürət keçirilməsini saniyə ölçəndə ölçsün. Eyni şeyi də avtomat sürət qutusunda həyata keçirilib fərqi görə bilərsiniz. Yəni avtomat sürət qutusu daha tez keçirilir və mühərrikdə heç bir halda fırlanma anı itkisi baş vermir. Üçüncü isə hidroblok. El arasında buna beyin deyirlər. Hidroblok bir qəliz mexanizmdir. Yəni içərisində çoxlu yağ kanalları və klapanlar var. Həmən o klapanlara da solenoidlər deyirlər. Yəni daim burada yağ kanallarında təzyiqlə yağ olur. Klapan isə açılmaqla, bağlanmaqla həmən o təzyiqi lazım olan friksiyon paketinə yönləndirir. Həmən bu təzyiq nəticəsində də friksiyon paketləri ya sıxılır, ya açılır. Həmən dediyim bu solenoidlərin bağlı və açıq vəziyyətindən əlavə yeni müasir sürət qutularında idarəetmənin daha komfortlu olması üçün aralıq pozisiyası da var. Yəni nə açıqdır, nə bağlıdır. Yəni qismən bağlı pozisiyası var. Dördüncü idarəetmə bloku. İdarəetmə bloku əsas iki faktor üzərində çalışır. Yəni sürət və qaz pedalı. Hər ikisindən asılı olaraq lazımi sürət pilləsi seçilir. İnformasiya hidrobloka ötürülür. Hidroblok öz növbəsində lazımi kanalın klapanını açmaqla ora təzyiqi yönləndirir. Həmən təzyiq lazımi friksiyon paketi bağlayır, yaxud açır və sürət pilləsi keçirmiş oluruq. Hər bir sürət pilləsinin bəlli bir sürət diapazonu var. Yəni saatda 180-dan gediriksə, təbii ki, biz birinci yaxud ikinci sürət pilləsinə keçirməyəcəyik. Qaz pedalının sıxılma dərəcəsindən asılı olaraq informasiya ötürülə bilir. Məsələn, biz 60-la gedirik və kimisə ötmə əməliyyatı etmək istəyirik. Bu halda qaz pedalını sıxırıq və kickdown baş verir. Yəni bizim sürətimiz nəzərə alınır. Həmən sürət üçün ən minimal pillə nəzərə alınır və həmən pilləyə keçid olur. Burada bir incə məqam var. Hamı avtomat sürət qutusu haqqında belə düşünür ki, avtomat sürət qutusu ləng işləyir, arada, yəni doğru dillə desək, tupit edir. Yəni sürət gecikmələrini gec həyata keçirilir, kickdown gec baş verir və s. Müasir sürət qutularında bu bilərəkdən edilmiş bir qoruyucu faktordur. Yəni arzu olunmaz qaz pedalının sıxılmalarının qarşısını almaq üçün, yəni bizim yollarda kərəkötürlü ola bilər, yaxud hər hansı bir səbəbdən istənilmədən qaz pedalı sıxılarsa, bu halda avtomobil ani halda irəli atıla bilər və təbii ki, çox pis nəticələnə bilər. Bunun üçün bilərəkdən qaz pedalının həssaslığı azaldılmışdır. Yəni qeyri-ixtiyari şəkildə qaz pedalına basılarsa, maşın ani halda irəli sıçramasın və hər hansı bir bədbəxt hadisə nəticələnməsin. Lakin sürət qutusunun sport rejimində həmən bu gecikmə daha da azdır. Yəni qaz pedalı daha həssasdır. Ona görə də əgər sizə daha həssas keçirmələr lazımdırsa, sport rejimi işə salmaq lazımdır. Və nəhayət gəldik çatdıq yağ nasosuna. Bütün bu öncə sadaladığımız elementlərin heç biri yağ təzyiqi olmasa işləyə bilməz. Ümumiyyətlə bu sürət qutusu yağ təzyiqin prinsipinin üzərində qurulmuşdur. Həmən bu yağ nasosu isə mexaniki olaraq hidrotransformatorun gövdəsinə birləşdirilmiş bir nasosdur. Hidrotransformator özü də, yəni voltla mühərrikin maxabekinə birləşir. Buradan belə nəticə gəlinir ki, əgər mühərrik çalışırsa, hidrotransformator çalışır və yağ nasosu çalışır. Yağ nasosu işləyirsə, bütün sonraki proseslər baş verir, təzyiq yaranır və s. Əgər yağ nasosu işləmirsə, heç bir element çalışmır. Sürət qutusunun içərisində heç bir element çalışmırsa və yağ təzyiqi yoxdursa, buradan aşağıdakı nəticələrə gəlmək olar. 1. Əgər
mühərrik sönübsə, yağ nasosu işləmir və sürət qutusunun içərisində olan heç bir elementlər işləmir. Yəni, yağ təzyiqi bilavasitə mühərrikin işləməsindən asılıdır. 2. Sönmüş mühərrikdə avtomat sürət qutusunun içərisinin heç bir elementi çalışmır. 3. Avtomat sürət qutusu olan maşını itələməklə işə salmaq olmaz. Yəni, bu mümkün deyil. 4. Avtomat sürət qutusu olan maşını uzun məsafədə buksirə dartmaq olmaz. Çünki az öncə qeyd etdim ki, mühərrik sönmüş halda yağ təzyiqi sürət qutusunun içərisində yoxdur. Yağ təzyiqi də olmadıqda həmən avtomat sürət qutusunun içərisinin elementləri yağlanmır. Bu, bir çox avtomobillərin kitabında qeyd olunub. Ona görə çox qısa məsafəni sönmüş mühərriklə buksirə dartmaq olar. Və bir elementi yaddan çıxartmayaq, bu sürət qutusunun P rejimi. Parking üçün sadəcə sabaçka deyilən bir mexanizm var, bunu şəkildə görəcəksiniz. Yəni, metal bir parçadır, hansı ki, sürət qutusunun çıxış valına birləşir və həmən valı hərəkət etməyə qoymur. Niyə həmən bu parkingi əl əyləci ilə eyni tutmaq olmaz? Çünki əl əyləci bilavasitə arxa təkərləri tutur saxlayır və bununla da avtomobil bir yerdə durmuş olur. Lakin bu parking, yəni sabaçka deyilən bir metal isə sürət qutusunun çıxış valına birləşir. Bununla avtomobili dayandırsa da arxa təkərlər diferensialın sayəsində fırlana bilər. Əgər siz avtomobili yoxuşda yaxud enişdə saxlamısınızsa, təkərin altında buz yaxud sürüşkən bir yer varsa, bir təkər digərinin əksinə fırlanmaqla avtomobil müəyyən qədər hərəkət edə bilər, yaxud arxası harasa sürüşə bilər. Ona görə də xüsusən də yoxuşda ya enişdə avtomobili saxlayanda ilk öncə əl əyləcini dartmaq lazımdır, ondan sonra P rejiminə keçirmək lazımdır. Bundan da başqa, bəlkə də bir çoxunuz görmüsünüz, əgər yoxuşda avtomobil P-də qalırsa, ondan sonra onu P-dən çıxardıb neytrala keçirdəndə bir səs gəlir və o selektor ağır şəkildə keçir. Yəni, bəzi hallarda bu hər hansısa bir sıradan çıxmalara da səbəb ola bilər. Ona görə də bu hal baş verməməsi üçün öncə əl əyləcindən istifadə edib daha sonra P rejiminə keçirmək lazımdır. Deməli dostlar, mən maksimum şəkildə sadə dillə avtomat sürət qutusunun iş prinsipini izah etməyə çalışdım. Təbii ki, real şəraitdə, real görünüşdə, həmçinin müasir sürət qutularında mexanizm biraz fərqli ola bilər. Amma başa düşməyiniz üçün ən sadə sürət qutusu mexanizmini izah etməyə çalışdım. Növbəti videoda isə biz avtomat korobkanı dağıtmağı öyrənəcəyik. Yəni, hansı hallarda avtomat sürət qutusu dağılır.